Artıq oyun başlayıb əziz tamaşaçılar. İndi Karvanın hücumunu izləyirik. Oha, Cəbrayıl bu hücumun qabağını aldı. Aha, indi top meydandan çıxdı. Artıq 16-cı dəqiqə gedir. Karvan indi pressing eləməyə çalışır qonaqlar. Amma heç də alınmır. Əla bir pas. Aha, Kənan Kərimovun komandası Premier Ligaya çıxmaq üçün əla bir şans əldə edib. Əgər bu oyunda qələbə qazansa, ikinci yerdə möhkəmlənə bilər. Amma Elhat Nəzirlinin komandası hələ də o istədiyi performansı yaxalaya bilmir. Aha. Pressing. Əla bir pas. Karvandan gəlir yenə qonaq komandadan. Əla. Pressing. Cəbrayıl Karvan oyununu izləyirsiniz. Əla bir pas. Pressing. Pas Cəbrayıl indi oyuna diktə eləyən tərəf olmaq istəyir. Oyunun tempi belə baxanda əla bir oyun gedir. Səbailin meydançasına bağlanmışıq. Və top qapıdan aralı keçir. Artıq 18-ci dəqiqə başlayıb. Qapıdan zərbə ilə Karvan komandası qonaqlar davam edir. Əla bir pas. Aha, Cəbrayıl indi pressing eləmək istəyir. Savcına açılır. Elhat Nəzirlinin komandası. Aha. Pressing qəşəng. Yerdə qalan oyuncu var. 19-cu dəqiqə gedir artıq və yerdə qalan oyuncunun yanına yaxınlaşır hakim. Bizim də təşkilatı dəstəyimiz həm futbol arenasıdır, həm də ekstra time'dır. Həm öz adından, həm də kanalımız adından həm futbol arenasına, həm də ekstra time'a şəxsən təşəkkürümü bildirir. Artıq 19-cu dəqiqə yekunlaşır. Və Cəbrayılın oyuncusuna tibbi yardım davam edir. Həkimlər tərəfindən. Artıq 20-ci dəqiqə başlayıb. Hesab elə ki 0-0'dır. Və hakim qaldığı yerdən oyunu davam elətdirir. Out Karvanındır. Və qaldığı yerdən davam edir qonaqlar. Keçən tur Karvan Moiki 3-1 məğlub eləmişdi.
Ama bir pas. 21. dəqiqə başlayır. Aha. Və Karvan komandası hücumun qabağını alır. Qonaq komanda. Cəbrayıl at vuracaq meydan sahibləri. İndi qayda pozulub. Elhad Nəzirlini görürsünüz. Cəbrayılın çalışdırıcısı Cavid Hüseynovun da köməkçi baş məşqçisi olub. Kənan Kərimov artıq Karvanda dördüncü yox, üçüncü mövsümünü keçirdir. Komanda Kənan Kərimov 2022-ci ildə gəlmişdir Region Liqasında və 2023-2024 mövsümündə isə artıq komanda birinci liqa vəsiqəni təmin elədi. Və 3 mövsümdür ki biz Kənan Kərimovu Karvanın şükarı arxasında görürük. Top meydandan çıxdı. Korner olacaq deyəsən. Karvan. Yox, Karvan. Bəli, Karvan korner vuracaq. 23-cü dəqiqədə bax. Cəbrayılın qapıçısı yerindədir. Və pressing. Cəbrayıl indi pressingə başlayır meydan sahibləri. Əla bir pas. Qayda pozulub. Pozulmayıb hakim bildirir. Hakim deyir oynamaq olar. Oyundan kənar vəziyyət offside. YouTube kanalımıza da abunə olmağı unutmayın. Və qapıdan zərbə. İndi Cəbrayıl pressing eləyir. Kənan Kərimovu gördünüz qıraqdan. Top meydandan çıxır, out. Cəbrayılındır. Aha. Güzel bir pas. Hiç alınmadı. Qapıdan zərbə. İbrahim Kərimov. Karvanın qapıçısı indi topu meydana daxil eləyəcək. Karvan da Premier Ligaya hazırlaşır. Bu il qərar verilib ki AFFA tərəfindən ki artıq gələn il 12 komanda olacaq çempionatımızda, həm Qəbələ, həm Karvan, həm də İmişli. Birinci yerin qalibi avtomatik çıxır Premier Ligaya, ikinci yerin qalibi də avtomatik çıxır, amma üçüncü yerin qalibi Premier Liganın sonuncusuyla playoff oynamalı olacaq. Ama bir pas Cəbrayıldan gəlir. İndi Karvan pressingə atır. Qonaq komanda. Mikrofon arxasında da mənəm, Dəmirov, Hüseyn Ağa.
Və 28-ci dəqiqə artıq gedir. Görüşdə artıq Azərbaycan 1-ci liqasının mərkəzi oyunudur. Cəbrayıl Karvan oyunu. Aha, indi Cəbrayıl az qala pressing eləyəcəkdi, amma qayda pozulub. 26-cı dəqiqə gedir artıq. İndi Cəbrailin qapıcısı komanda yoldaşları ilə oynayır, çünki Karvan oyuncuları təzyiq göstərir. Aha, əla bir müdafiə olunurlar oyuncular. Karvanın oyuncuları yenə topu özündə saxlayır. 27-ci dəqiqə gedir artıq. Azərbaycan 1-ci liqasının mərkəzi oyunudur. Cəbrayıl qırmızı rəngdədir. Karvan isə ağ-qara rəngindədir. Əla bir pas. Cəbrayıl əks-hücuma çıxmağa çalışır. Topu ələ keçirdi. Əla birində pas verəcək. Aha, top meydandan çıxır. Out. Cəbrail'in ya da Karvan'ın. Görüşdə 28-ci dəqiqə gedir. Out. Karvan'ındır, Cəbrail'in deyil. Canan Kərimovun yetirmələri, pressing eləməyə çalışacaqlar. Meydan sahibləri topu ələ keçirdilər. Oha, pis yıxıldı. Deyəsən sarı vərək vermədi hakim, xəbərdarlıq edir. Cəbrayıl pressing eləyəcək. Elhat Nəzirlinin komandası. Amerika silahı satıldı, bizə nə var? Ancaq öz ərazimdə istifadə edirlər. Əla bir pas. Və pressing əla eləmişdi. Cəbrayıl etinə alınma. İndi Karvan hücum eləməyə çalışır. Out. Və yerdə qalan deyəsi qayda pozulub. Yerdə qalan oyuncu yoxdur. Out Karvanındır. Əla bir pas. Cəbrayıl Elhat Nəzirlinin komandası pressing edəcək, amma qayda pozulub. Peter Kiks əla irəliləyir və top qapının yanından keçir. Əladır Peter Kiks. Qapıdan zərbə. Cəbrailin indi golkiperi topu oyuna daxil eləyəcək. Siz də bizim YouTube kanalımıza abunə olmağı unutmayın. İndi aha, Karvan indi pressing eləməyə çalışacaq. Aha, riskli hərəkətlər gəlir qonaq komandadan.
Cəbrayilin də əks hücuma çıxır. Paslaşırlar meydan sahibləri. Görək bu qış fasiləsindən sonra qələbəsizlik seriyasına son qoya biləcəkmi Cəbrayil komandası. Karvan out vuracaq indi. Hə. 31-ci dəqiqə gedir artıq görüşdə. Aha, deyəsən dava düşür meydanda. Hakim onları ayırmağa çalışır. Gərginlik artır geriyə.